Bugün sizə kollagenin dayaq hərəkət sistemi xəstəliklərində rolundan danışacağıq. Kollagen orqanizmin əsas struktur zülalıdır və orqanizmdə olan zülalların 30% kollagendir. Bir sözlə desək, kollagen olmadan nə sümük, nə qığırdaq, nə də sağlam oynağa malik olmaq mümkündür. Bəs kollagen orqanizmdə nə iş görür? Kollagen sümüklərə möhkəmlik, qığırdaqlara elastiklik, bağlar və vətərlərə davamlılıq verir. Bir sözlə desək, dayaq hərəkət sisteminin skeleti məhz kollagendir. Və istifadə olunan kollagen birinci və ikinci tip kollagendir. Birinci tip kollagen əsasən sümüklərdə, bağ və vətərlərdə və əzələnin sümüyə birləşdiyi yerlərdə olur və sümüyə möhkəmlik və sərtlik verir. Osteoporoz kimi bildiyimiz xəstəliklərdə əgər sümüyün zəifləməsi varsa, burada daha çox birinci tip kollagenin çatışmazlığı var deməkdir. İkinci tip kollagen isə oynaq qığırdaqlarında yerləşir və bu əsasən orqanizmimizdə olan bütün oynaqların qığırdaqlarını, menisk və oynaq səthlərini əhatə edir və əsas işi qığırdaqlara elastiklik və amortizasiya verməkdir. Kollagen dedikdə bir çoxları yalnız preparat şəklində qəbul edilən kollageni düşünür. Amma bu gün inyeksiya şəklində çox effektli kollagen növləri mövcuddur ki, bunlar intraartikulyar və periartikulyar, yəni oynaq daxili və oynaq ətrafı istifadə olunur. Kollagen inyeksiyaları düzgün diaqnoz və düzgün seçilmiş xəstədə ağrını azaltmaq, oynaq funksiyasını yaxşılaşdırmaq və ən əsası degenerasiyanın qarşısını almaq üçün əlimizdə olan ən güclü vasitədir.